Salam değerli izləyicilər, korrupsiya əməliyyatları Bakıdakı icra başçılarına da çatacaq. Çox maraqlı bir açıqlamanı diqqətinizə çatdırıram. Videonu paylaşıb burada üstəgəl işarəsinə toxuna bilərsiniz. Değerli izləyicilər, Milli Məclisin deputatı Elşad Musayev Modernaza açıqlamasında bildirib ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir. Mən əvvəlki müsahibələrimdən birində demişdim ki, insanlarımız qara maskallar üçün darıxıblar. Buna görə də hesab edirəm ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir. Çünki korrupsiya, rüşvət, monopoliya ölkəni içəridən yeyir. Ona görə də qanuna zidd işlərlə məşğul olan vəzifə sahiblərinə qanunun sərt üzü göstərilməlidir. Deputatın sözlərinə görə keçirilən əməliyyatların icra başçılarına dərs olmamasının bir sıra səbəbləri var. Bunun əsas səbəbi sistemlə bağlıdır. Ölkədə idarəetmə sistemi dəyişməli, hesabatlılıq olmalıdır. Yerli idarəetmə orqanları demokratik seçki ilə formalaşmalı, onlar da hesabat verməlidir. Eyni zamanda bunlara nəzarət edən orqanlar özləri yaxşı işləmir. Misal üçün məhkəmələr, icra başçıları təyinatdan sonra illərlə 10-20 il bir yerdə işləyirlər. Bunlara nəzarət yaxşı olmalıdır və deputat vurğulayıb ki, korrupsiya ilə bağlı əməliyyatlar Bakıdakı icra hakimiyyətlərinə də keçirilməlidir. Mən hesab edirəm ki, Bakı şəhərinin özündə də bu əməliyyatları keçirmək lazımdır. Bu əməliyyatlar rayonlarda başlayıb, amma yəqin ki, Bakıya gəlib çatacaq. Bu arada qeyd edək ki, Bakı şəhərinin 12 dəyərli izləyicilər rayonu var. Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbail, Xəzər, Yasamal, Pirallaha və Suraxanı. Siz necə hesab edirsiniz? Ümumiyyətlə, bax, bu rayonlardan hansında daha çox ehtiyac var belə əməliyyatların keçirilməsinə?